Əgər halal tər tökə-tökə doğrudan da bir şey eləyirsənsə, uzun vaxt aparır, zülmlə olur, əlbəttə ki, gec olur. Canım, canlı açanda nəsil kök nəsə demə. Mən atam anam olan yerdə, anam da yaxşı qoyaq bilir. Mən atam olan yerdə nəsil kök kimdir? Məsələn, mən belə bir sual çıxır ortalığa. Mənim atamla anam var, sağdılar. Allah həmişə başlarımın üstündə eləsin onları. Allah onları məndən almasın. Heç birimizin valideyninə Allah dəyməsin. Rəhmətə gedənlərə də Allahdan rəhmət diləyirəm. Mənim atam olan yerdə başa düşmədim. Başa düşmədim. Heç gördün, ananı da qatmadım söhbətə. Atam. Valla mənə 25-26 yaşdan artıq yaş verən yoxdur, amma belə 30 yaşım var. Sizi çoxdan tanıyıram. Sizdən sonra çıxanlar getdi qabağa, siz yox. Aşkım, mən qabağa getdi deyəndə ki, mən Nur serumun satışı ilə məşğulam, ürəyim. Mən burada oyun oynamıram. Mən burada, bura xanımlar üçündür, yubqa geyinən oğlanlar üçün yox. Mən oynamıram, burada oyun oynamıram. Mən burada hədiyyələr atılmır mənə, reklamlara getmirəm. Sözə baxı, yaşlı görsənizdir. Neçə yaşınız var bilmirsizdir. Yaşı necədir bilmir, yaşlıdır deyir. Boş ver. Amma ağlınız 60 yaşlı insanın ağlıdır sanki. Mən reklama falan getmirəm, modellik də eləmirəm. Səni 4 ildir tanıyıram, halal olsun sənə. Elmar, təşəkkür edirəm. Bir oğlandan bunu eşitmək çox böyük bir şeydir. Özü də Azərbaycanlı bir oğlanla. Çox sağ ol, yəni. Elmar. Şokdayam hal-hazırda. Yəni, təsəvvür edə bilirsiniz, bir Azərbaycanlı oğlan söyüşsüz falan normal bir şey yazdı. Oha, çox sağ ol Elmar. Allah nəslinə bərəkət versin. Səhv oxumadım da, eyni şey oxuduq. Düz oxu. Düz oxuduq. Hal olsun. Deməli, Elmarı normal qadın böyüdüb, normal da kişidən əmələ gəlib. Halal olsun, valla. Halal olsun, Elmar. Sən, Elmar, qızıl kitaba düşəsi adamsın, nəsə. Kaş bütün qızıl kitabları mən versin. Sağ ol. Deyir, Elmar çaşıb yuxuludur. Salam, bacım. Mənim anam qeyrətli qadındır ona görə. Allah var eləsin. Nur serumsa çıxarır, əlbəttə çıxarır. Bu axırıncı videomu kim asqırıb, kim neyniyib bacı? Salam, ürəyim. Heyf o şəhidlərimizə. Allah rəhmət eləsin. Amma niyə belə bir şey yazdınız burada bilmirəm. Mən ki bədənimi satmıram burada. Mən ki hədiyyələr dilənmirəm. Mən ki söyüş söymürəm. Evində kişi yoxdur. Yoxdur da sizinkilərin yanına gedib. Hal-hazırda evimizdə kişi yoxdur. Sənin əzizlərinin yanına gedib. Niyə mənimlə vadar eləyirsiniz belə şey danışım? Nəyə görə də, yəni? Niyə vadar eləyirsiniz mənə? Sakitcə oturub burada qızlarla söhbət eləyirəm dana. Çox belə əndirəbadi adamlarsınız, ey Allah hamd olsun.
Evli deyil, subaydır. Səndən yaxşı bilir mən subay olduğumu. Get özünə hörmət elə, tamam. Səni blok eləyim, olum hörmət sahibi. Şə. Salam bacı. Saçım tündləşdirməmişəm aşkım. Ambre olanda belə olur da, belə dibdən olmur. Tövbə estağfurullah. Mən Nur serumun satışı ilə məşğulam. Saç uzadır, tökülmənin qarşısını alır, yeni tüklər çıxardır, saç dərisini qidalandırır, sıxlaşdırır, gürlaşdırır. Bacı, sən də uzadıb kəsirsən. Nur seruma başda. Ağdaşlıyam, bacışqa. Şeydir. Saçı uzadır, tökülmənin qarşısını alır, yeni tüklər çıxardır, yanmış hər cür saçı bərpa eləyir. Bir dənə bacışqa, ged Instagramda Nur seruma bax. Özdə onun bunun kimi ingilislərdən, orangutanlardan, zatdan nəsə oğurlamırıq ha. Öz müştərilərimizdir. Yəni, real müştərilər. Doğruçu müştərilər, doğrudan da səs atanlar, nə bilim nə. Və hər biri də sübutlandır. Yəni yazışmalarımız var, nə bilim nə var. Hamısı. Nur serumdur. Atam Ağdaşlıdır, anam Qarabağlı. Instagramda Nur serumdur aşkım. Bacışqa. Mənə də Almaniyaya gətirəcəklər, səbirsizlə gözləyirəm. Ay, qız, Almaniyada bir dənə mənə belə şəkil at, bacı, story atım. Heç Almaniya serum gətirəcəklər, mənə xəbərim yoxdur. Niyə? Niyə? Sən Allah şəkil atdan olar, üzvü bağlayaram. At, bacım. İtaliyada göndərmişik Nur serumu. Hamiləyə də olar Nur serum. Yapon əzqilərdir. Mənə də götürmür belə. Gəl qonağımız ol aşkım, qızsansa. Eləyib, indi gedirəm birini də qırmağa. Gördün sifəti? Yemirəm deyəndən bir də nə deyirlər onu, istəmirəm deyəndən bir də yemirəm. Atam Ağdaşın Pirçəkə kəndindən. Dedim yemək zat hazırlayım Marcus. Bir istəmirəm deyəndən. Bacın qurbanı ya. Bacın qurban bilirəm. Yaxşı. Əsmər yatıb. Niyə qapısını bağlamırsan onun uşağın? Mən açmışım. Sər-sərinə. Tək yatmağa gəlmişəm, gəlib yanımda. Əsmər də dərsdən gəlib, hal-hazırda havalıdır. Əsi, mama gilin otağında yatırsan? Tamam. Günə Red Bull içəsən? Yox. Təşəkkür ederim.
baba, bu saçlar baba. Sepin qiyməti qızlar maraqlanın. Qrama görə, nəyə görə dəyişir. Qızıldır, hə?